Salam dəyərli izləyicilər, ən çox quru sərhəddə olan ölkələri öyrənirik. Bu siyahıda 7 ölkə ilə quru sərhəddə olan Niger, Mali, Macarıstan, 8 ölkə ilə sərhəddə olan Serbiya, Türkiyə, Zambiya, 9 ölkə ilə sərhəddə olan Konqo Demokratik Respublikası, Almaniya, 10 ölkə ilə sərhəddə olan Braziliya və bu siyahıda ən çox quru sərhəddə malik olan Çin və Rusiya Federasiyası. Hər birinin 14 ölkə ilə sərhəddi var. Çinin sərhəd olduğu ölkələr: 1. Şimali Koreya, 2. Rusiya, 3. Monqolistan, 4. Qazaxıstan, 5. Qırğızistan, 6. Tacikistan, 7. Əfqanistan, 8. Pakistan, 9. Hindistan, 10. Nepal, 11. Butan, 12. Myanma, 13. Laos, 14. Vyetnam. Rusiyanın sərhəd olduğu ölkələr: 1. Şimali Koreya, 2. Çin, 3. Monqolistan, 4. Qazaxıstan, 5. Azərbaycan, 6. Gürcüstan, 7. Ukrayna, 8. Belarus, 9. Polşa, 10. Litva, 11. Latviya, 12. Estoniya, 13. Finlandiya, 14. Norveç.